Bayram günlərində ölkə üzrə 135 ünvanda qurbanlıq heyvanların kəsimi və satışı təşkil olunub. Bu satış nöqtələrinin 77-sində həm kəsim, həm satış, 30-da yalnız satış, 28-də isə kəsim xidmətləri həyata keçirilir. Aidiyyatı qurumlar da qiymətlərə nəzarəti gücləndirib. Təəssüf ki, bu qanuni kəsim məntəqələri ilə yanaşı qanunsuz fəaliyyət göstərən satış və kəsim yerləri də bu günü fürsət bilərək iş başına keçiblər. 330 manat. Allah qəbul eləsin. 33 kilodur. Qiymətdə münasibdir. Keçənlə baxanda bu illəri yaxşıdır. Bayramımız mübarək olsun. Oldu. Allah qəbul eləsin. Ölkəmizdə də böyük təntənə ilə keçirilən Qurban Bayramının ilk günündə insanlar qurbanlıq heyvanların satış və kəsimi həyata keçirilən xüsusi satış yerlərinə üst tutublar. Pulu nə qədər alırlar? 10-12 manat belə. 10 manat. Kimi qurban üçün aldığı heyvanı yerindəcə kəsdirib insanlara paylayır, digər isə müqəddəs ziyarətçilərə və ya öz evində kəsməyə alıb aparır. Qida Təhlükəsizliyi Agentliyi və icra hakimiyyətlərinin birgə təşkilatçılığı ilə ölkə ərazisində fəaliyyət göstərən 135 satış nöqtəsindən birindəyik. Bu ərazidə hansı ki, həm xırdabuynuzlu heyvanların satışı, həm də bu çadır tipli kəsim yerlərində heyvanların kəsərək alıcılara təqdim edilir. Onu da bildirək ki, heyvanların həm satışı, həm də kəsimindən öncə xırdabuynuzlu heyvanlar Qida Təhlükəsizliyi Agentliyinin baytar həkimləri tərəfindən yoxlandıqdan sonra satışa və kəsimə verilir. Allah qəbul eləsin. Bayramımız mübarək olsun. Sən kilo bilirəm. 350 manat. 40 kilodan xara, 40 kilodan xarasa 9 manat uşaq satan uşaqdır. Siz satırsınız? Bəli, həmin satıyoruz. Qanunsuz satış və kəsimin qarşısını almaq məqsədi ilə Qida Təhlükəsizliyi Agentliyinin qeydiyyatından keçmiş kəsim və satış məntəqələrinin də sayı artırılıb. Sözgedən məntəqələrin 32-si Bakının müxtəlif ərazilərində fəaliyyət göstərir. Vətəndaşların sərbəst olaraq o heyvanların alınmasına tam şərait yaradılıb. Eyni zamanda gördüyümüz səhər kəsim məntəqəsində 3 hissədən ibarətdir bu. Birinci bölmədə heyvan kəsim üçün təqdim olunur və sonuncu bölmədə artıq kəsilmiş heyvanın qurbanlıq ət vətəndaşa təqdim olunur və içəridə baytarı mütəxəssislərin nəzarəti ilə heyvanın kəsilməsi, hazırlanması və sair işlər həyata keçirilir. Qurban günlərində aidiyyatı qurumların, yəni hüquq mühafizə orqanlarının, yeri icra hakimiyyəti orqanlarının iştirakı ilə birlikdə həmin vətəndaşlara qarşı, yerlərə qarşı xüsusi inzibati tədbirlər həyata keçirilir. Təəssüf ki, bu ildə bayrama fürsət bilib qiymətləri süni artıranlar da var idi. Təbii, əlbəttə, keçənlə müqayisədə çox baxıb. Neyiniz, alacaqsınız? Mütləq almalıyıq, qurban demiş ki, kəsim almalıyıq. Verirlər 8.50-yə, 9-a verirlər. Ancaq başqa yerdə 11-ə, 12-ə verirlər. O kənarları ümumi bazarlarda bu ildə qurbanlıq heyvanların kəsimi və səyyar satışına icazə verilməməsinə baxmayaraq, yenə də qaydaları pozaraq qadağan olunmuş yerlərdə qurban bazarlığı edənlər var. Kəsilən heç burada İsmail qurbana qabılə getmir. Heç bismillah ekber deyən yoxdur. Bura ucuz olduğuna görə, o üçün də gəlib alırlar burada. Növbəti ünvan Binəqədi rayonu Cəfərxandan 52-ci ünvanı fiziki şəxs Kənan Baxşəliyev tərəfindən təşkil olunan satış və kəsim nöqtəsi. Təəssüflər olsun ki, burada alıcılar çox olduğu üçün elə nəzarət də yox səviyyəsində də hansı ki heyvanlar antisantar vəziyyətdə kəsilərək alıcılara təqdim olunur. Bayram günlərində Qida Təhlükəsizliyi Agentliyi ilə yanaşı rayon icra hakimiyyətinin əməkdaşları tərəfindən də kəsim və satış yerlərinə ciddi nəzarətin olacağı anonsu verilsə də, ancaq görünən mənzərə bunun tam əksini deyir. Qurban bayramı paklıq, təmizlik, bərəkət rəmzidir. Ancaq paytaxtın bəzi ərazilərində yol kənarlarında təşkil olunan bu kimi kəsim yerlərinə təmizlikdən belə söhbət gedə bilməz. Çünki həm kəsim, həm də satış antisantar vəziyyətdə həyata keçirilir. Təmiz kəsilməz mümkün deyil. Orası elədir, yəni biraz natəmizlikdir, xəstəlik yayılan vaxtıdır. Qeyd edək ki, ölkəmizdə Qurban Bayramı bu gün və sabah qeyd olunacağı üçün elə satış məntəqələrdə fəaliyyətini 2 gün davam etdirəcək. Rəşad Vəkiloğlu, İlkin Həsənov, Space xəbər.